Salam dostlar, bu videomuzda biz DHCP Relay Agent hakkında danışacağıq. DHCP Relay Agent fərqli bir subnetdə olan DHCP serverdən öz subnetimizə istifadəçilərə IP almasına kömək edir. Demək olar ki, arada əlaqələndirici rolunu oynayır. İndi isə biz bununla daha yaxından tanış olaq və qurulmasını görək. DHCP Relay Agent qurmaq üçün biz ilk öncə server mənzərə daxil oluruq. Burada gördüyünüz kimi roles bölməsinə keçirik. Və Network Policy and Access Services daxil oluruq bura. Əvvəlki videomuzda biz bu servisin yüklənməsi haqqında danışmışdıq. İndi isə bu serverdə DHCP Agent yükləyəcəyik. Gördüyünüz kimi hal-hazırda bu aktiv deyil. Başlığa qırmızı rəngdə oxu işarəsi var və buradan aktiv edilməsi haqqında məlumat verir. Biz bunu aktiv etmək üçün Action bölməsinə daxil olaraq buradan edə bilərik və yaxud üzərində mouse'un sağ düyməsini sıxaraq Configure and Enable Routing and Remote Access seçə bilərik. Qarşımızda Sam pəncərə Next ilə davam edirik. Buradan Custom Configuration seçirik, Next deyirik və LAN Routing Next deyirik. Bizə sual verəcəkdir. Gördüyünüz kimi bizə servisin başladılması haqqında sual verir. İcazə istəyirsən. Biz təbii ki buna Start Service deyərək davam edirik. Hal-hazırda görürsünüz son işləri həyata keçirdim və Finish düyməsini sıxırım. Gördüyünüz kimi bizim artıq Routing and Remote Access aktivdir. Qarşısında yaşıl rəngdə başlığa oxu işarəsi var. İçərisinə daxil olaq. Gördüyünüz kimi IP4, IP6. Bizə təbii ki IP4 lazımdır və içərisinə daxil oluruq. General bölməsinə gəlir. Üzərində sağ, mouse sağ düyməsini sıxırıq. New Routing Protocol daxil olur. Buradan bizə lazım olan DHCP Relay Agent'dir. Seçirik və OK düyməsini sıxırıq. Gördüyünüz kimi DHCP Relay Agent artıq buraya əlavə olunmuşdur. Biz DHCP Relay Agent üzərində sağ düyməni sıxırıq, New Interface seçirik və buradan subnetimizi, network adapterimizi, daha doğrusu network adapterimizi seçirik və OK deyirik. Burada gördüyünüz hop count threshold 4 seconds hər ikisində 4 olaraqdır. Bu default olaraq 4 gəlir. Yəni DHCP Relay Agent DHCP serverdən IP alarkən neçə sayədən bir neçə dəfə hop edəcəkdir. Bu default olaraq 4'dür. Bu üsulun öz network'una görə uyğunlaşdıra bilərsiniz. Dəyərləri burada daxil edə bilərsiniz. Mən default olaraq 4 buraxıram və əl dəymirəm. OK deyərək davam edirəm. Gördüyünüz kimi əlavə olunmuşdur. Burası subnet, network adapter daha doğrusu. İndi isə son işimiz qaldı. DHCP Relay Agent üzərinə gəlir. Mouse'un sağ düyməsindən sıxırıq və property daxil oluruq. Qarşımızda sağ pəncərədə isə gördüyünüz kimi server adres. Burası biz təbii ki DHCP serverin adresini daxil edəcəyik. Bir daha qeyd edirəm. Yadda saxlayın ki, burada daxil olunacaq IP DHCP serverin IP'si olacaqdır. Çünki DHCP Relay Agent DHCP serverdən IP alacaqdır. Bizim DHCP serverin IP'sini biz düşünək ki budur və düyməsi daxil edirik və burada apply və OK. Burada artıq işimiz bitmişdir. DHCP Relay Agent'i aktiv etmişik. Təbii ki bununla bitmir. Biz bundan sonra DHCP serverin üzərində scope yaratmalıyıq bu subnet üçün, IP paylanması üçün və bu, təbii ki bu başqa videomuzun mövzusudur. Ümid edirik ki bu videomuzda DHCP Relay Agent haqqında qısa da olsa məlumat verə bildik və onun qaldırması haqqında danışa bildik. Növbəti videolarımızda görüşənə qədər hələlik.